ajanda çıxdı. Baxın belə not dəftəri. Mən not dəftərini çox sevirəm. Ay, bunun bir dənə gözəlliyinə baxın. İlk səhifəsi də stikerlərdir. Yeni stiker. Ay, çok sevirəm belə şeyler. Burada da belə planlar. Bakın, necə gözəldir. Tam benlik. Burada aylar falan yazılıb. Aklında ne var? Aklında da belə. Ya, çok sevdim. Bunu almıştım 8 manat civarında. İndi sonra bunu açaq, bunu açaq. Buradan ne çıxır? Məndə belə qazan tutan yox idi. Çox çətin idi. Həqiqətən belə dəsmalla falan tutmağa çalışırdım. Bilmirəm, ən axırıncını atmışdıq. Yanmışdı deyə. 2 dənə 5 manatla ikisini aldım. Trendyoldan. Bir çox mağazada bahaydı niyəsə, amma mən tapdığım mağazada 5 manata ikisi düşürdü. Mən də onu aldım təbii ki. Sonra ay, bir tane böyle yazılı tişört istəyirdim. Bundan Temu'da da var idi ama Temu'da bahaydı. Ben de Trendyol'dan aldım. Qəşəngdir. Biraz oversize idim bunu. Cinsten falan giyinməyəm. Yayda aslında mən biraz şəkilli bir şeyler, bilmirəm, tərzinə görə, yəni yerinə görə elə xoşuma gəlir. Bu nədir belə balaca? Bu eyeliner'dır. Ama ağ. Bunu hemen yoxlayaq. Bir dənə, bilmirəm, buradan vuracağım yaxşı. Ay. Neyse, vura bilmədim ama pigmenti yaxşıdır, onu bilmiş oldum. Nasıl böyle? Bir de içe çəkirlər. İndi kameradan vurmaq olmur. Geyimim o değil. Posta yuxarıda. İndi bu. Bakın bu. Bunu da almıştım 3 manata. Həmin mağazadan. Çok gözəldir. Belə tipli olanları sevirəm. Bu renk ümumiyyətlə çox kombinləyə biləcək renkdir ona görə. İndi 2 dənə kartka qaldı.